Mənim əmim 41-45-ci il müharibəsində şəhid olub. Qardaşım Mustafayev Niyazi 92-ci ildə Qarabağ şəhididir. Məlumdur, oğlum Mustafayev Sərxan 44 günlük Vətən müharibəsində şəhid olub. Şəhid Sərxan Mustafayev belə qəhrəmanlıq ənənəsi olan ailədə böyüyüb. Torpaqlarımızın işğaldan azad olunması, 1-ci Qarabağ müharibəsində şəhid olan əmisi və dayısının qisasının alınması istəyi onu hərbi sahəyə bağlayıb. Ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Aprel döyüşünün və Vətən müharibəsinin iştirakçısı olub. Vətəni o qərtən can yandırırdı, o qərtən Vətəni sevirdi, vətənindən ayrılmadı, 8 il vətənə qulluq elədi və şəhid zirvəsinə ucaldı. Bütün şəhidlərə qurban olum, hamısı mənim balamdır. Şəhidlərin qisasını aldı, özü də şəhid oldu balam. Sərxan Mustafayev oktyabrın 31-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra vətən uğrunda döyüşdə fərqlənməyə görə Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Bütün məktəbimizin müəllimlərinin sevimlisi olduğu kimi, həmçinin mənim də sevimli şagirdim olub və o Azərbaycan tarixinə, Azərbaycanın keçmişinə xüsusi maraq olubdur və ən böyük istəklərindən, arzularından biri də vətən torpaqlarının azad olunması olubdur. Şəhid Sərxan Mustafayev Qazax rayonunun Aslanbəyli kənd qəbirstanlığında dəfn edilib. 2 övladı vətənə əmanət qalıb. Bir də onunla bağlı xatirələr yaşayır. Çoxdur xatirələrimiz Sərxanla. Danışsam günlər, aylar, illər yetməz. Çünki Sərxanla elə bir sözlərimiz, elə bir sirlərimiz, elə bir fikirlərimiz var. Həmişə hər bir yerə gedəndə Sərxanla bir-birimizlə məsləhət eləyərdik. Qəhrəmanı olmayan xalqın gələcəyi də yoxdur. Xoşbəxtliyimiz ondadır ki, xalqımızın zaman-zaman yetişdirdiyi qəhrəmanlar millətimizin adını ucalara qaldırır, öz cəsurluğu ilə, vətən yolunda fədakarlıqları ilə xalqımızın zəfər tarixini yazırlar. Məhz belə tarix yazan qəhrəmanların sücayəti sayəsində torpaq vətən olur. Al Məmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər.